Herkese salam dostlar, necəsiz? Bugün məndən Şəkidəki Avaz Xor düşərgəsinə gedirsiniz. Yəni baxırsınızsa birlikdə gedirik ya da mən edirəm, siz baxırsınız, getdik. Deməli, səhər saat 7-də biz artıq avtobuslarla Gənclik metrosundan çıxdıq yola və təxmini saat 1-ə zada çatdıq bu arada Şəkiyə. Bu arada xor düşərgəsi idi deyənə, aramızda peşəkar musiqiçilər də var idi və onların yanında özümü çox istedadsız hiss elədim. Tamam, istedadsız ola bilərəm, amma yəni bunu üzümə vurmağa gərək yox idi məncə. Deməli, yolda dayandıq. Bu Şəkidə Heydər Əliyev mərkəzi var. Oranı getdik, gəzdik biraz. Burada Şəkinin gözəlliyinə valeh oluram bu arada. Daha sonra bu yaraşıqlı kişilərə baxdıq. Düzü bunu nəsə danışırdı orada qadın, amma mən kişilərin yaraşığından heç fikir vermədim nə danışdılar. Sonra çatdıq bu Olimpiya İdman kompleksinə. Yeməyimizi, əşyalarımızı otağımıza qoyduq və gəldik Avazın açılış mərasiminə. Burada qəşəng stafdan səsi olanlar mahnı oxudular və küçələrə su səpmişəm oxuyurdu bir dənə İsmail, Qaqaş deyəcəydim. O mahnını çox bəyənirəm. Təxminə və Zavordan sonra çox bəyənirəm daha doğrusu. Onu da qoydum bura, indi qulaq asın. Nəsə işte belə bir mərasim oldu və daha sonra oyun oynamaq keçdik. Məncə bu oyunu belə uşaqlar bir-birinə daha çox isinişsin deyənə oynamağa başladıq və belə müxtəlif oyunlar oynadıq. Bu arada düşərgədə 6 dənə komanda var idi və biz Xəzər komandası, mən yəni biz dediyim artıq hamımız gedirik. Mən Xəzər komandasındaydım və komandalara artılarına, yəni müsbət tərəflərinə, mənfi tərəflərinə görə bal verdi, bal kəsdirdi. Axırda da birinci olan komanda müəyyən ediləcəkdi. Bir şey, yəni bir hədiyyə yox idi axırda, amma yəni maraqlı idi də, rəqabət aparmaq üçün çox qəşəng bir şey idi. Və xor düşərgəsi olduğu üçün bu arada ancaq mahnı oxuyurduq, mahnı dərslərinə girirdik, peşəkar müəllimlərin dərslərinə girirdik. Məsələn, burada Dimitri müəllimin dərsindəyik və hər yerdə uşaqlar mahnı oxuyurdu, yeməkxanada olsun, yolda olsun, fasilədə belə hamı mahnı oxuyurdu. Yəni belə dolu mahnı ilə keçən bir 4 gün oldu mənim üçün və mən çox xoşbəxtəm, çox aşiq idim yəni. Dimitri müəllimin xor dərsi ilə də artıq birinci günə yekun vurduq, tamamladıq. Otaqlarımıza dağılışırıq. Normalda hər otaqda 2 və yaxud 4 dənə qız və ya oğlan qalır. Yəni ya qızlar, ya oğlanlar, amma mənim otaq yoldaşım yox idi. Mən tək qalırdım. Niyə? Çünki otaq yoldaşım gəlməmişdi. Təəssüf ki, yəni demək istəyərdim ki, burada VIP guestəm, yəni mən özəl, amma yapsaq bir şey yoxdur, yalan deməyək. Otaq yoldaşım gəlməmişdi deyənə mən tək qaldım. Bu otağı da indi belə göstərirəm işte burada. Belə normal otaq idi, yəni ortalama 3 ulduz falan. İkinci gün gözümüzü yoga salonunda açdıq. 17 ildir həyatımda ilk dəfə burada yoga elədim mən. Arada bu dəqiqə neyniyirəm mən dedirtsə də maraqlı bir şeydi, maraqlı təcrübə idi. Bu arada tək bu şəkildə düşmüşəm, onda da bu şəkildə düşmüşəm. Şaka mıdır? Nəsə işte yoga ilə ruhumuzu dinləndirəndən sonra səhər yeməyinə düşdük və ondan sonra da Dimitri müəllimin xor dərslərinə yenidən qoşulduq. Bu arada biz bu mahnıları boşuna öyrənmirik, yəni balqabaq deyirik burada. Son 2 gün, düşərgənin son 2 günü səhnə qarşısında çıxış edəcəyik. Ona görə xüsusi bir yaxşı öyrənməyə çalışırdıq. Bizə 3 dənə peşəkar müəllim dərs deyirdi. Amma aralarından ən çox sevilən Dimitri müəllim oldu. Yəni bu 4-5 gündə hamının rəğbətini qazandı və çox istəyirəm. Yəni kendim öz adıma çox istəyirəm, yəni Dimitri müəllimi. Nəsə çox spoiler verməyim, videonun sonuna qoyacağam onsuz belə qısa kesitlər o oxuduğumuz ümumi konsertdə. Ona görə çox spoiler vermək istəmirəm. Bundan sonraki videoda da yeməkxanada çəkilir. Yəni nahar vaxtıdır, nahar fasiləsidir və yenə onu göstərməyə çalışıram ki, yəni hər anda boş an yoxdur da, hər anda mahnı oxuyuruq və həmin hissədə də çox sevdiyim bir mahnıdır bu arada, Mikail Müşfiqin sözləri olan mahnıdır. Yəni hər anımızın dolu keçdiyinə aid bir nümunə daha yəni. Ona görə qoyuram bura, haydi qulaq asaq. Ne zaman istersen aziz canımı, kumral gözlerinde al sene kurban. Ne zaman istersen aziz canımı, kumral gözlerinde al sene kurban. Hey! Sen düştüğün yanında kal gülen sene kurban.
Onlardan sonra Anar müəllimin dərsi oldu. Anar müəllim tək-tək könüllü şəxslərin səsini yoxlayırdı və onlara düzəlişlər aparırdı. Təlimin sonunda isə biz xahiş etdik ki, Xəzər komandası üçün hazırladığımız mahnıda düzəlişlər aparsın. Təlimdən sonra istirahət vaxtı verildi. Hərə bir oyun oynamağa getdi. Mən də burada biraz elitliyi qanıma işlədim deyənə bowling oynamağı seçdim, amma onu da oynaya bilmədim yəni. Elitlik qanımda yoxdur, yəni yapacaq bir şey yoxdur. Burada da işte yenidən təkrar, burada belə oyun oynayanda belə mahnı oxuyuruq. Onu da bir qoyum bura. Bu təlimi artıq mən çəkməmişəm deyəni Instagramdan götürdüm, Instagram səhifəsindən götürdüm. Nə təlim olduğu haqqında inanın heç bir şəkildə yadımda qalmıyor, amma bir təlim idi, yəni keçdik. Ondan sonra ocaq ətrafında oturduq və mahnılar oxumağa başladıq, müxtəlif mahnılar oxuduq. Bunu da belə qəşəng çəkməmişəm deyəni Instagram səhifəsindən götürdüm. Sahib oyu gəl, selam o gözəli, gözəli sahib oyu gəl, oturam gəl, gözlərimi açdı. Üçüncü gün artıq sabah Qaxın illiyi münasibəti ilə bir səhnədə çıxış edəcəyik deyənə daha çox təlimlərə üstünlük verdik. Qarabağ, zinətin Qarabağ, nəmələ gülüstansan, sevgi dastansan. Cənnətin Qarabağ, zinətin Qarabağ, nəmələ gülüstansan, sevgi dastansan. Mehribanım saadətli, mehribanım saadətli, saadəti yaşadan. Daha sonra yenidən təlimlər oldu o öz yerində. Amma mənim üçün 3-cü günün ən unudulmaz hissəsi bu fəxri qonaqlar oldu ki, hansı ki Tural Məmmədli və Rəhman Məmmədli bizim üçün 1 saatlıq çıxış elədilər və həqiqətən onlara qulaq asmaq çox möhtəşəm idi və məncə 3-cü günün ən yadda qalan anları da həmin anlar idi məhz. Dördüncü gün artıq axşam konsert var deyənə o qədər çox vaxtımız olmadı, amma yenə də mahnıları bir dəfədə məşq elədik və təlimlər keçdik. Bu dəfə başqa mövzular haqqında. Bir dənə təlim var idi, onu danışmaq istəyirəm. Təlimin mövzusu nədir? Azərbaycan musiqisində problemlər və bu problemlərin həlli haqqında mövzu idi və buna uyğun səhnəcik hazırlamalıydıq da, danışmalı deyildik və bizim səhnəciyimiz çox zor idi. Ona görə danışmaq istəyirəm. Biz bayağı musiqilərin Azərbaycanda bu qədər populyarlaşmasına işləmək istədik. Ona görə indi burada 2 dənə qız gəlir, belə qəşəng mahnılar oxuyur, Azərbaycan mahnılarını. Biz onu bəyənmirik, yollayırıq. Bax orada yollayıram. Sonra bir dənə adam gəlir indi belə bayağı mahnı oxuyur, nə bilim, ət tökən bir mahnı oxuyur. Hamımız da bəyənirik. Burada da indi Molla Nəsrəddin Sayağı bizi otuzdurur yerə və başlayır nəsihət verməyə. Ay çox zordu, çox ləzzət eləmişdi mənə yəni. Nəsə bunu əlavə eləməsəm ölərdim amma. Sonra Şöylə xanımla da biraz məşq elədik. Üçüncü qonaq isə Şöylə xanım idi, bəli. Şöylə xanımla məşq elədik, Dimitri müəllimlə məşq elədik bir dəfə də mahnıları və düşdük yola. Bu arada avtobusun pəncərəsindən gördüyüm qədər deyirəm, Qax nə gözəl yer imiş. Mən Qaxı bu qədər belə gözəl yer olaraq bilmirdim, yəni üzürdü sayın Qaxlılar. Burada bizim çıxış edəcəyimiz səhnədir.
aramızdakı professional ifaçılar solo olaraq da çıxış elədilər və bununla da bizim Qaxdakı konsertimiz mükəmməl olmasa da ən azından alındı yəni. Bu arada balqabaq olmadığımızı bir daha sübut etmək üçün burada belə izləyicilərlə çəkmişəm ki, yəni cəmaata çıxış eləmişik də görün. Və artıq Şəkidəki son gecəmiz olduğu üçün, çünki sabah günorta yola çıxacaqdıq. Ona görə secret boxlar hazırlandı və anonim olaraq mesajlar atıldı. Ay sevgi etirafları, ay başqa şeylər atıldı və oxunuldu. Dimitri bəy, siz möhtəşəmsiniz. Auranızla bu kampı canlandırdınız, yaxşı ki sizi tanıdıq. Yat komandasıdır, gecəniz xeyrə. Artıq son gün biz yenə səhər-səhər musiqi haqqında təlim keçdik, daha sonra səs məşqləri elədik və Şəki Xan Sarayına doğru mahnı oxumağa yola çıxdıq. Bu arada düşərgə boyunca qabiliyyətli şəkil çəkməyi bacaran qızlar var idi və onlar uşaqların üzünə qrim eləyirdi və sonda mən ancaq fürsət tapa bildim ki, əlimə bir belə naxış elətdirim. Artıq Şəki Xan Sarayının qabağına çatdıq mahnı oxumağa. Bu arada Şəki də çox gözəl yerdir ya. Mən sizi çox qısqanıram. Rayona gedirəm deyib belə gözəl yerlərə mi gəlirsiniz ya siz? Nəsə indi mahnıları qoyun biraz qısa-qısa, kesit-kesit. Və artıq sağollaşmaq vaxtıdır, çünki düşərgəmizin sonuna çatdıq. Azərbaycanda bu arada ilk dəfə idi xor düşərgəsi keçirilirdi və bunda iştirak etmiş olmaq mənə qürur verir və mənim də ilk düşərgəm idi bu arada. Xorla birlikdə mənim də ilk düşərgəm idi. Və çox gözəl xatirələr yığdım və bilmirəm bütün düşərgələr bu qədər maraqlı olurmu, çünki ilk təcrübəm olduğu üçün, amma mənim üçün çox maraqlı düşərgə idi və xüsusilə bu qədər çox mahnı oxumağımız. Məsələn, mənim öz adıma səsim yoxdur, amma səsimin olmuyor. Məsələn, bir xorda iştirak eləmək mənə bir də qismət olmayacaq bir şansdır da və çox xoşbəxtəm, yaxşı ki getmişəm. Özünüzə yaxşı baxın, əgər bəyəndinizsə abunə olun, like atın, nə bilim follow eləyin, paylaşın, bir şeylər eləyin. Yəni mən sizə inanıram. Öpürəm. İnşallah növbəti düşərgələrdə amin. 2, 1. Dalgaları